Ona həssasiyyəti var Allahın. Ona görə də deyir ki, hər yerdə azanı oldu, Əzrail göndərir, deyir, bax. Əzrail ilə Peyğəmbər Meyracda görüşüb. Əzrail ilə orada danışanda o söhbətlərin içində bu var. Deyir, Allah mənə əmr eləyib. Hər zaman ki azan deyilir, hər yerdə mən baxıram insanlara. O insanlar ki azan deyilcəyin dururlar namaza, onları mən qeyd edirəm. O gün ki məni göndərəcək, onların ruhunu alam gətirəm, məni görəndə onların əlləri əsəcək. Allah o gündə hamıya rəhm eləsin inşallah. Deyir, məni ki gördü Əzraili görəndə belə olur. Əzraili görəndə özündən gedir. Qorxu gəlir. Gördü ki da gəldi. Deyir, o adamlar ki mən baxırdım, azan deyiləndə dururdular namaza, mənə icazə veriblər. Onlara deyəm ki, qorxma, sən bizim adamımızsan. Narahat olma. Necə lazımdır səndən rəftar eləyəcəyəm, səni mənə tapşırıblar. Görürsən bəzi adamı, yuxarıdan tapşırırlar, gedir işinə. Hara gedir, yaşıl işıqdır, belə deyir. Deyir, qiyamətin günündə də bu cür olacaq. O zaman ki, insanın Əzrail gəldi canın ala, hədis belə deyir. Deyir, o adamlar ki, azan deyiləndə dururdular namaza, Əzrail deyəcək, sən mənliksən, narahat olma. Dilin əgər topuq vırır, sözü deyə bilmir, mən sənə öyrədəcəyəm, la ilahə illallah deyəcəksən, narahat olma. Onu deyəndən sonra sənin canı belə alacağım ki, elə bil bir dəstə gül verirəm, sən onu iyiləyəcəksən, gözü açacaqsan, görəcəksən ki, cənnətdəsən.